Yeni bir zakazımı göstərmək istəyirəm. Belə bir balaca bağlamadır. Deməli, burada nə var? Çek və salam. Deməli, murmur tuşu. Çox qəşəng bir tuşdur, baxın. Bundan bir dənə vurmuşdum, klient aldı və bəyəndi. Və yenidən 3 dənəsini zakaz edib. Yəni, çox qəşəng, möhtəşəm, kirpikləri uzadan və qəşəng edən bir tuş. Bu zakazdır. Və bu da konsillerdir. Bu da zakazdır. Biri zakazdır. Kodu 67 12. Çox qəşəng bir konsiller. Yay fəslinə uyğun olan bir konsillerdir. Qəşəng gözaltı və ya sızanaqlar varsa, qəşəng örtücülüyü var. Bunun biri zakazdır, qalanda vurmuşam. Kim istəsə, səhifədə nömrə var, endirimlə bunu zakaz bizdən ala bilər. Və murmur tuşunun da kodunu demək istəyirəm ki, deməli 58864. Yəni kim zakaz etsəm, istəsə zakaz edə bilər. Və belə aha turşulu belə bir məhsul zakaz eləmişəm. Bunu mən özümə zakaz eləmişəm. Yay fəslində çillərim olduğuna görə turşulu peeling özümə zakaz eləmişəm. Çox xoşuma gəldi bu peeling və çox müddət görür. Deməli, bunun kodu 12007, 30 millidir. 3 cür turşular var. Baxın, belə ətraflı oxuya bilərsiniz. Yəni, qəşəng turşular var. Dəridə ləkələri, çilləri, yayda kimin çili çoxalırsa, məndə dəhşət çilli bir xanımam demək olar ki, yəni kimdə ləkələr, çillər varsa, bunu istifadə edə bilər. Həftədə 2 dəfə, 3 dəfə və istifadə edəndə gərək olsun axşam ki, günəş altına çıxmaq olmaz. Çünki dərinin birinci sloyunu təmizləyir. Yay fəslinə uyğundur. Aha turşular daha da dərini qəşəng təmizləyir. Onu da bilirik ki, yay fəslində üzdə tərləmə, günəş kremləri vurduqda, günəş kremlər poralara yığışır. Onları belə turşular qəşəng təmizləyir. Ona görə də məndə var evdə turşular. Bunu da əlavə zakaz elədim ki, dərimin rəngi solan kimi çillərimin rənginə bunun təsiri olur. Qəşəng aparır. İstifadə edin. Bu məhsullardan kim zakaz etmək istəsə, səhifədə nömrə var və ətraflı dəriyə qulluqdan məlumat kim istəsə, səhifədə nömrə var, yaza bilərsiniz.